Müştərimizin müraciətinə əsasən təmiri davam edən bağ evində elektrik və santexnik işlərinin yoxlanışına gəlmişik. Gedəyin bir yerdə problemləri, nöqsanları aşkar edəyim. Mətbəxdə diqqətimizi çəkən ilk öncə oldu ki, elektrik korobkaları bir xəttə bağlanıb. Gələcəkdə məişət texnikaları qoşulduqda naqillərin qızması yaranacaqdır. Bu da potensial yanğın təhlükəsidir. İkinci məsələ, evdə torpaqlanma işi həyata keçirilməyib, bunun özü də bir riskdir və həmçinin kabellər çox səliqəsiz formada çəkilib. Yataq otağında TV üçün nəzərdə tutulan kabel şlanqsız çəkilib. Gələcəkdə həmin kabeldə zədələnmə olarsa, divarın sökülməsinə gətirib çıxardacaq. Kollektora gələn ümumi xətt 32-lik borudan istifadə edilməli idi, amma hal-hazırda 25-lik borudan istifadə edilib. Bu da gələcəkdə evin isitməsində problemlər yaradacaq. Həmçinin kollektorda sistemin hava çıxarması üçün kran quraşdırılmayıb. Ən böyük narahatçılıq isə istipol xəttinin test olunmadan üzərinin betonlanmasıdır. Test zamanı əgər su sızıntısı aşkar edilərsə, döşəmənin betonu sökülməli olacaqdır. Siz də bənzər problemləri yaşamaq istəmirsinizsə, işinizi peşəkarlara həvalə edin.